Seyirciləri, psixoloji xəstə insanlar moralimi qarışdırmayanda bilirsiniz ki, elmə aid maraqlı mövzularda çıxış eləyirəm. Bu günləri mənə çox yaxın olan tranzistor haqqında danışacağım və indidən listavat vərəqliyi boyuna keçməyin ki, tranzistor hara, mən hara. Tranzistor yarım keçiricilərdir. PNP, NPN növləri var. Tranzistor 1947-ci ildə kəşf olunub. Bütün istifadə elektronika, telefon, kompüter, televizorların ölçüsünün, ümumiyyətlə elektronikanın ölçüsünün balacalaşmağı, kiçilməyi, çiplərin yaradılması məhz tranzistor texnologiyalarına bağlıdır. Tranzistor olmasaydı bunların heç biri olmazdı. Mən təsadüflərə inanmıram. Roosevelt, Amerikanın Roosevelt şəhəri ətrafında deyilənə görə ehtimal ki, 1947-ci ildə yad planetlərin gəmisi qəzaya uğrayıb və tranzistor da məhz 1947-ci ildə kəşf olunub. Yenə söylədiyim kimi, mən təsadüflərə inanmıram. Belə bir ehtimal var ki, tranzistor, lazer və üçüncü bir şey də yadımdan çıxıb adı, qoca başımı silkələsəm taparam. Məhz bu yad planetlərin gəmisindən götürülmüş texnologiyadır. Burada mən ümumiyyətlə onun başına bax, onun gözünə bax, bu belə deyilədir. Bu aydın məsələdir. Roosevelt ətrafında qəza haqqında filmlər də var, Wikipediyada da var, tranzistor neçənci ildə kəşf olunub, o da var. Bilirsiniz ki, mən mozaikanı yığmağı xoşlayıram. Mozaika nədir? Görürsünüz ki, gadgetlər günü-gündən kiçilir. Elon Musk beynə çip implant eləmək istəyir. Çip tərkibi nədir? Tranzistor. Süni intellekt nəyin üzərində? Süni intellekt, bulut texnologiyaları nəyin üzərindədir? Serverlərin. Serverlər nə ilə işləyir kötüyündə? Çip. Çipin daxilində nədir? Tranzistor. Belə bir nəzəriyyə var ki, həyatın kremnivi, tranzistorların əsasını təşkil edən element. Kremnivi əsasları da olub. Yəni, kremnidən təşkil olunmuş həyat mövcud olub. Hətta yerin özündə belə. Məsələn, dəvədəlləyinin bədəninə tüklü soxulcan daxil olur. Dəvədəlləyini məcbur eləyir ki, müəyyən müddətdən sonra parazitdir. Dəvədəlləyi özünü atsın suya, boğsun, tüklü soxulcan yenidən gedib suda yaşaya bilsin. Və mən düşünürəm ki, bütün bu gadgetlər tranzistor əsasında yığılmış süni intellekt səviyyəsinə qalxıb eksponensial qanunla, yəni həddən artıq südrətlə inkişaf edən süni intellekt məhz elə bu, belə bir parazitar, canlı deməzdim, nəysə bir varlıqdır.